Diqqətlər Cavid Cəlilovdadır. Onun işarəsi ilə 7-ci tura start verilir. Araz Naxçıvanın ilk hücumu Simakala. Qapçıyla üz-üzə qalır. Simakalanın zərbəsi və gol! Amma yenə də köməkçi hakim bayrağı qaldırır. Burada da ofsayd var idi. Təkrara baxaq. Zənnimcə ofsayd var idi burada. Ravardan gələn görüntünü də izləyir. Var, Cohen yaxşı ötürmə alındı. Zərbə olacaq amma başla zərbə və gol! Bomuaka Simakala fərqlənir. Araz Naxçıvan hesabı açır. Baxaq. Var, Cohen'in ötürməsindən sonra top ötürülən yerdə İmişlidən 3 nəfər var idi. Amma hər üç futbolçu burada topu elə bir yerə göndərdilər ki, top Simakalanın önünə düşdü. Və topa toxunan burada Royo idi. Royo'nun toxunuşundan sonra top Simakalanın önünə düşdü. Tam nəzarətsiz qalmışdı orada Bomuaka Simakala. Və bu cür məqamda Bomuaka Simakala topu qapıya göndərməkdə və davamında top Rahilə dəydi. Sona dək mübarizə apardı və topu itirmədi. İndi top cərimə meydançasına ötürülür. Şarl Boli və Sinenka. Hesabın dəyişməyinə imkan vermir. Həmlə davam edir. Ömər Buludovdan ötürmək yenə də Andrey. Out atışı olacaq. Topu cərimə meydançasına ötürür, çatdırır. İmişlinin hücumu, zərbə vurma olar və top uzaqlaşdırılır. Amma orada penalti təyin edildi. Bu vəziyyətdə zərbə anında ayağından bu rakursdan təkrara baxaq. Qarşılıqlıq var idi burada və Ronaldo de Souza zərbə vurmağa hazırlaşdığı anda topu qəbul edir. Fikir verin, sol ayağı ilə zərbə vurduğu anda Bəxtiyar Həsənalzadəyə dəydi. Və Ronaldo de Souza zərbə vurduğu anda Bəxtiyara dəydi. Bəxtiyarın ayağına toxundu. Ola bilsin ki, penalti ləğv olunsun. Bir daha təkrar baxaraq zərbə anında Bəxtiyar Həsənalzadə sol ayağını uzadır və bu anda Ronaldo onun ayağını tapdalayır. Məncə əks tərəfə cərimə zərbəsi ola bilər. Bir daha davamına baxaq. Davamında əlli oyun yox idi. Məncə heç top ələ də dəyməmişdi. Bu rakursdan izləyək. İlk epizodda qayda pozuntusu görünmür. Yəni, qaydanı pozan əksinə elə Ronaldo de Souza idi. Və davamında Rahil Məmmədov özünü topun önünə atdı. Məncə penalti qərarı ləğv oluna bilər. Bəli, ləğv olunur. Penalti yoxdur. Coşqun Diniyev önündə boşluq var, dəyərləndirə bilər. Mustafa Əhmədzadə ilə oynayır. Sağ cinahı çox gözəl ötürmə verdi Mustafa Əhmədzadə. Simakala! Qeyri-dəqiqli zərbə. Coşqun Diniyev. Ara ötürmə yaxşı alındı. Araz Naxçıvan hücumdadır. Ülvi İskəndərovun zərbəsi və Andrey Sinenka. Bax, bu ötürmə çox yaxşı alınmışdı Coşqun Diniyevdən və Ülvi İskəndərov fərqləməyə yaxın olsa da bu rakursdan açıq aydın görünəcək. Andrey Sinenka İmişlini ikinci qoldan həmlə davam edə bilər. Bangera. Hava ötürməsi. Zərbə alınmadı. Daha bir həmlə. Yenə də alınmır. Təkrara baxırıq. Burada etirazlar var idi İmişli tərəfindən. Burada topun Slavik Alxasovun əlinə dəydiyini iddia edirdilər və top hakim hələ də gözləyindir və bir daha izləyirik. Bu rakursdan baxırıq. Hava mübarizəsi zamanı rəqibin də hələ əslində oradaydı, amma top, bəli, əvvəlcə Slavikin əlinə dəydi. Əvvəlcə Slavikə dəydi, Slavikin əlinə dəydi. Qərar hakimlərə bağlıdır və Cavid Cəlilov özü gedir VAR monitorunda epizodun təkrarına baxmağa.
İzləyirik. Bu rakursdan açıq aydın görünür. Hava mübarizəsi zamanı. Top Slavik Alxasovun əlinə dəydi. Rəqib futbolçu onunla mübarizə aparırdı. Əsas vaxt da bitib və maraqlıdır qərar. Penalti. Penalti qərarı verilir. Top Slavik Alxasovun əlinə dəymişdi. İşarəsini verir. Almeida və top qapı tirinə dəyir. Diogo Almeida fərqlənə bilmir. Penaltinin təkrarına baxaq. Almeida'nın zərbəsi zamanı top qapı tirinə dəydi. Bu cür gözəl fürsət yaransa da İmişlinin Portuqaliyalı hücumçusu Coşqun Diniyevdən çox ağıllı, gözəl ötürmə. Araz Naxçıvan ikinci qolu vura bilər və gol! Ülvi İskəndərov cari mövsümdə ilk qolunu vurur və bu oyunda bəlkə də son nöqtəni qoyur. Ürfan Abbasovun ikinci ötürməsindən sonra əvvəlcə Coşqun, daha sonra Ürfan Abbasov və yekunda Ülvi İskəndərov topu baş zərbəsi ilə qapıya yönəltdi. Düz indi bu qol da yoxlanılır. İlk ötürmə anında ola bilsin ki, offside şübhəsi var idi. Oyundan kənar vəziyyət. İkinci qolun təkrarını bir də izləyirik. Vardan görüntünü izləyirik. Burada həqiqdən də oyundan... Bəli. 2-0 hesablı qələbəni qazanır. Cavid Cəlilov oyunu başa vurdu.